Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualın izahına baxaq. Sualda deyir ki, müşahidə başlanılanda K, L və M nöqtələrində olan cisimlər çevrə üzrə bərabər sürətlə hərəkət edilir. Cisimlər göstərilən istiqamətdə hərəkət edərək eyni zamanda A nöqtəsində olur. Dövrətmə tezliklər arasında hansı münasibət doğrudur? Gəlin baxaq biz şəklə. Şəkildə baxırıq ki, ümumiyyətlə biz çevrə görürsünüz 4 yerə bölünüb. Hər birinin uzunluğuna, məsələn, hər hissənin uzunluğunu L desək, hər hissə üçün L deyə bilərik bir dənə. Özümüzə indi bilirsiniz, 2 yerdən fərqi yoxdur. İndi baxırıq biz K A'ya gəlib də düz deyir bu istiqamətdə hərəkət edərək K'dan nəyə gəlib? A'ya gəlib. K A'ya gələnə qədər 1 el yol gedib. Məsələn, mən yaza bilərəm ki, K'ya nə qədər uyğundur? L uyğundur. M-ə baxsam, M də A'ya gəlmək üçün, yəni nə edib? Bir dənə L məsafəni gedib. Bəs L-ə baxsam, L isə, bunu başqa yerdən göstərsək, məsələn, L-ə baxsaq, L A'ya gəlmək üçün isə 2 L məsafə gedib. Yəni L nə qədər gedib? 2 L gedib. İndi mən məsafənin tezlikdən asılılığını tapmalıyam ki, görüm hansının tezliyi necədir. Yaxşı, biz hansı üsuldan istifadə edəcəyik? Biz bilirik ki, V bərabərdir, L bölünsün T'dir, düzdür? L bölünsün T'dir. Mən orada L-i tapsam, V vurulsun T olacaq. Mən V-nin burada hansı bir üstünü yaza bilərəm ki, tezlik iştirak eləsin orada 2pi R, N yaza bilərəm də, düzdür? Burasın T. İndi burada zamanlar da bərabərdir. Deyir ki, hamısı eyni zaman müddətində gəlib. Yəni, zaman sabit olan anda, R, N-dən necə asıdır? Düz asıdır. Onda kim çox yol gedibsə, onda tezliyi nə olmuş olacaq? Çox olmuş olacaq. Yəni, eyni zaman müddətində kim daha çox yol gedibsə, onda tezliyi çox olmuş olacaq. Baxıram ki, burada K ilə M-in getdiyi yollar bir-birinə bərabərdir. Onda NK bərabər olacaq nəyə? N ilə, M ilə. N-M, aha. Bəs L isə onlardan daha çox yol gedib, onda onun tezliyi də ən böyük olmuş olacaq. Bu da oldu belə. Cavabımız da nə oldu? Deməli, bunlar bir-birinə bərabər, L də onlardan böyük. Cavab B variantı olmuş oldu. Periyodu müqayisə etməyi tələb etsəydi, onun tərsini götürəcəkdi. Çünki periyod tezliyin tərsidir. Bir də irəlidə də bu suallardan var. Yəni, gedilən yol tezlikdən düz asılı götürün, periyoddan isə tərs asılı kimi.